Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınağın izahına baxırıq. Lakin izaha keçməzdən öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək suallarımızın izahına. Bu, deməli, suallar güvən kitabından seçilmiş və silsilə mövzusuna aid olan, deməli, testlərdir. Gəlin, indi bir-bir izahlarına baxaq. Başlayırıq birinci sualdan. Birinci sualı deyir ki, bax, verilən bu ardıcıllığın neçənci həddi 10-a bərabərdir? Siz elə verilən bu ardıcıllığı, yəni bu düsturu bərabər eləməlisiniz 10-a. N kvadrat üstəgəl 6 bərabərdir 10-dursa, buradan n kvadrat bərabərdir 10 çıxılsın 6 eləyir 4. İndi n kvadrat 4-dürsə, deməli n-in burada 2 qiyməti ola bilər. Ya müsbət 2 ya da mənfi 2. Amma ardıcıllıqlarda yadda saxlayın ki, n burada sıra sayı bildirir, yəni sıranı bildirir. Ona görə n heç vaxt mənfi qiymət ala bilməz. Yalnızca n-in müsbət qiymətini yazmaq lazımdır. Ona görə düzgün cavab 2. Yəni D bəndi, D variantı alınmış olur birinci sualda. İndi isə baxırıq ikinci suala. 2-də bizə nə deyir? Deyir ki, ilk n həddinin cəmi Sn, bax, verilən bu düsturla hesablanan ardıcıllığın 3-cü həddini tapın. Ümumiyyətlə, ardıcıllıqda yadda saxlayın ki, ixtiyari bir həddi, məsələn, burada 3-cü hədd tapacağıq, indi biz. İxtiyari bir həddi tapmaq üçün düsturumuz belədir. Sn çıxılsın Sn çıxılsın 1. İndi sizə deyir ki, bu ardıcıllığın 3-cü həddini tap. Yazırsan ki, A3 bərabərdir. N-in yerinə 3 yazmalısan. S3 çıxılsın S, 3-dən də 1 çıxanda 2. Bu da bərabərdir. Deməli, birinci S3-i hesablamalısan. Gətirib burada N-in yerinə 3 yazırsan. 3-ün kvadratı 9. 9-u 2-yə vuranda 18. 18-in də üstünə 1 gələndə olur 19. Deməli, S3 bərabərdir 19-a. Çıxılsın, indi S2-ni tapmalıyıq. Gətirib bu dəfə n-in yerinə biz burada 2 yazacağıq. İndi 2-nin kvadratı 4, 4-ü 2-yə vursaq 8, 8-in də üstünə 1 gəlsə olur 9. Deməli, 19-dan da 9-a çıxsaq, düzgün cavab 10 alınmış olur. Yəni, verilən bu ardıcıllığın 3-cü həddi 10-a bərabər olmuş olur. Testimizin doğru variantı olur B bəndi. Keçirik növbəti 3-cü suala. Deməli, 3-cü sualda bizə deyir ki, verilən bu ədədlər ədədi silsilə, yəni əmələ gətirərsə, bu silsilənin 21-ci həddini tapın. Baxın, birinci yerdə dayanan həddi olur 5. A1 bərabərdir 5-ə. İkinci yerdə dayanan həddi isə 9-dur. A2 bərabərdir 9-a. Biz buradan silsilə fərqini, yəni D-ni tapa bilərik. Necə? 9-dan 5-i çıxmaqla. Çünki bunlar ardıcıl hədlərdir. 9-dan 5 çıxanda olur 4. Deməli, həm A1-in qiymətini bilirik 5-ə bərabərdir, həm də D-nin qiymətini bilirik ki, 4-dür. Bizdən bu silsilənin 21-ci həddini istəyir, yəni A21 bərabərdir. Bunda düsturu var. A1 üstəgəl 20D. Bu da bərabərdir. A1-in qiyməti 5-dir. Üstəgəl 20D, yəni 20 vurulsun 4. Bu da bərabərdir. 5 üstəgəl 80, yəni düzgün cavab 85-ə bərabər olmuş olur. 3-cü sualda testimizin düzgün cavabı olur D bəndi, D variantı. Keçək növbəti suala. Baxırıq burada 4-cü suala. Deyir ki, AN ədədi silsiləsində A9 6,4-dür, A13 isə 14,6 olarsa, buna əsasən silsilə fərqini tapın. Baxın, bunlar ardıcıl hədlər deyil. Əgər verilən bu hədlər ədədi silsilənin ardıcıl hədləri olmadıqda, silsilə fərqini tapmaq üçün, baxın, ədədlər birinci bir-birindən çıxılır, yəni A13-dən çıxmaq lazımdır A9-u. Və bölmək lazımdır indekslərin fərqinə. Yəni 13 çıxılsın 9-a. İndi 13-dən 9 çıxsaq 4 eləyir. 14,6-dan da 6,4 çıxsaq olur 8,2. Və 8,2-ni də 4-ə bölsək, düzgün cavab 2,5 alınmış olur. Yəni 4-cü sualda testimizin düzgün cavabı olur A bəndi. 2,5. Keçirik növbəti 5-ci suala. Görək 5-də bizə nə deyir? Deyir ki, AN ədədi silsiləsində A2 14-dür
Və silsilə fərqi D bərabərdir -5 olarsa 12-ci həddi tapın. Baxın, yazıram A12 bərabərdir. İndi bizə verilən ikinci həddir. Deməli, bundan istifadə edəcəm. A2 üstəgəl 10-dir. Fikir verin. 2 və 10-un cəmi bizə 12 verir. Ona görə A2 üstəgəl 10 deyə yazdıq. A2-nin qiyməti 14 üstəgəl 10 dəfə D-nin qiyməti -5. Bu da olur 14. İndi müsbəti mənfiyə vuranda mənfi 10 dəfə 5 50. Bu da bərabərdir 14 çıxılsın 50. Düzgün cavab -36 alınmış olur. Yəni 5-ci sualda testimizin düzgün cavabı D bəndi, D variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq burada 6-cı suala. Bizə deyir ki, verilən bu ədədi silsilənin hədlərinin sayını tapın. Bax, fikir verin. Birinci yerdə dayanıb 5, yəni A1 bərabərdir 5-ə. Gəlin silsilə fərqini tapaq, yəni D-ni. 13-dən 5 çıxsaq olur 8. Bir də bizə verilib, baxın, sonuncu hədd, yəni AN. AN bərabərdir 973-ə. Biz nə edirik? Bax, bu sonuncu hədd var ya, AN. Onun düsturundan istifadə edirik. Yəni, yazıram, AN bərabərdir 973 bərabərdir. A1, gəlin düsturu bura yazaq. A1 üstəgəl D vurulsun, N çıxılsın 1. İndi 973 bərabərdir A1 üstəgəl D vurulsun, N çıx 1. Məqsədimiz burada N-i tapmaqdır. İndi 973-dən 5 çıxsaq olur 968. 8-i bu mötərizəyə vurub açsaq olur 8N çıx 8. Buradan 8N bərabərdir. Bunu bu tərəfə atanda 968 üstəgəl 8 olur 976. 976-nı da 8-ə bölsək, deməli, 122. 122 alınmış olacaq. Yəni, bu silsilənin hədlərinin sayı, düzgün cavab 122-yə bərabər olmuş olur. Testimizin doğru variantı olur D bəndi, D variantı. Keçirik növbəti 7-ci suala. Görək nə deyir bizə. 7-də deyir ki, ədədi silsilədə A4 üstəgəl A9 bərabərdir 19-a, A2 bərabər 4 olarsa A11-i tapın. Gəlin bunların açılışlarını yazaq. A4-ün açılışı A1 üstəgəl 3D-dir. A9-un açılışı isə A1 üstəgəl 8D-dir. İndi bunları toplasaq olur 2A1 üstəgəl 3 ilə 8-i toplasaq olur 11D bərabərdir 19-a. Bir də bizə A2-ni 4 verib. İndi A2-nin açılışını yazıram. A1 üstəgəl D bərabərdir 4-ə. Və bunları sistemi alıb, yuxarıdakini, aşağıdakini çıxırıq. 2A1-dən A1-i çıxanda 1A1 qalır. Üstəgəl 11D-dən də 1D-ni çıxanda olur 10D. Bu da bərabərdir. 19-dan da 4-ü çıxsaq olur 15. Bax, fikir verin. A1 üstəgəl 10D hansı həddin açılışıdır? 11-ci həddin, yəni A11-in açılışıdır ki, bizdən də elə bunu istəyir. Deməli, düzgün cavab 15-ə bərabər olmuş olur. 7-ci sualda testimizin düzgün cavabı olur A bəndi, A variantı. Keçirik növbəti 8-ci suala. Görək nə deyir burada bizə. 8-ci sualda deyir ki, AN ədədi silsiləsində A16 bərabərdir 23 olarsa A8 üstə gəlsin A24 tapın. Bax, fikir verin. A8, A16, A24. Ortada dayanan hədd, bax, digər bu iki həddən, yəni bərabər məsafədə yerləşir, eyni məsafədə yerləşir. Buna görə bizim xassəmiz var ki, ədədi silsilədə A16 bərabərdir kənardakıların ədədi ortasına, yəni A8 üstə gəlsin A24 bölünsün 2-yə. Deməli, A16-nın yerinə də gətirib 23 yazırıq, bərabərdir 23-ə. Bunu buna çarpaz vursaq, elə bizdən soruşulanı tapmış oluruq. A8 üstəgəl A24, 2 dəfə də 23, düzgün cavab 46-ya bərabər olmuş olur. Yəni, 8-ci sualda testimizin düzgün cavabı A bəndi, A variantı alınmış olur. Keçirik növbəti suala. Baxırıq burada 9-cu suala. Deməli, 9-cu sualda bizə nə deyir? Deyir ki, ədədi silsilədə A3 üstəgəl A17 bərabərdir 82 olarsa, onun ilk 19 həddinin cəmini tapın. Bizdən S19 istəyir. Gəlin birinci düsturu yazaq bura. S19 bərabərdir 2A1 üstəgəl, deməli, 19-dan 1 çıxsaq 18-dir, bölünsün 2, vurulsun 19. Bərabərdir. İndi baxın, bunun açılışını yazırıq.
A3 nə deməkdir? A1 üstəgəl 2D deməkdir. Üstəgəl A17 nə deməkdir? A1 üstəgəl 16D deməkdir. İndi bu A1 ilə bu A1-i toplasaq, eləyir 2A1 və bu 2D ilə də 16D-ni toplasaq, olur 18D. Və 2A1 ilə də 18D-ni toplayanda düzgün cavab olur, daha doğrusu bizə verilən cavab olur 82. Bax, elə burada 2A1 üstəgəl 18D-nin biz nəyə bərabər olduğunu tapdıq. 82-yə bərabərdir. Gətirib yerinə yazırsınız. 82 bölünsün 2, vurulsun 19. 82-ni 2-yə bölsək olur 41. 41-i də 19-a vursaq, deməli düzgün cavab 779 alınmış olacaq. Buna görə 9-cu sualda testimizin düzgün cavabı B bəndi, B variantı alınmış olur. Belə. Və nəhayət baxırıq burada 10-cu suala. Nə deyir bizdə 10-cu sual? Deyir ki, verilən bu ədədi silsilə, bax bu 3 dənə hədd ədədi silsilə əmələ gətirirsə, buna əsasən x-i tapın. Biz bundan öncə deməli 8-ci misalda dedik ki, testdə dedik ki, ortada dayanan özündən bərabər məsafədə yerləşənlərin ədədi ortası olmalıdır. Yəni 2x çıx 4 bərabər olmalıdır. Baxın, x ilə bu bir tərəfdə x üstəgəl 4 cəminin yarısına. İndi belə də bilərik, 2x çıx 4 bərabərdir. Buranı toplasaq 2x üstəgəl 4 böl 2 olur. Yenə sol tərəfə dəymirəm, 2x çıx 4 olduğu kimi qalır. Amma buranı bölürəm 2-yə. 2-yə də bölsəm olur x üstəgəl 2. İndi x-lar bir tərəfə, ədədlər bir tərəfə. 2x-dan x-i çıxırıq x. 2-nin də üstünə 4 gəlirik 6. Deməli, x bərabər olur 6-ya. Bu da bizdən elə x-i tapmağımızı tələb edirdi. Ona görə düzgün cavab C bəndi, C variantı alınmış olur. Belə, bununla da bu sonuncu sual tipini deyək də izah etmiş olduq. Ümid edirəm ki, hər biri bizə tam şəkildə aydın oldu və son olaraq yenə xatırlatmaq istəyirəm ki, sizlər də həm ödənişli, həm də ödənişsiz dərslərdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.